Allah rəhmət etsin Rəsul Rızanı. Rəsul Rızanın bir dənə Lenin poemasını götür oxuyacaq. Onun içərisində bir parça da var ki, hansı ki, o bizim nəsil, o Sovet vaxtını görən nəsil, o məktəbdə oxumuşuq onu. Mən hansı bir insana bənzədim ki, Lenin belə bir şeirdir. Nə olsun Leninlə yazıb, amma şeir kimi çox gözəl şeirdir. Baxmayaraq ki, təriflənən şəxs bugün, məsəl üçün, təriflənmir. Bugün onu yaxşı kimi təqdim eləmirlər. Sovet ideologiyası hələ bir ki, bu günləri heç bir tərəfdən yaxşı qarşılanmır. Amma bir vaxt vardı ki, Lenin daha hər şey idi. Onda Hacı, elə Lenin o vaxt ki, o deyirsiniz, hər şey idi, bu da ədəbiyyatda təbliğ olunurdu. Buradan bu nəticə çıxmır ki, insanlar əslində, bəzi insanlar da elə ədəbiyyat vasitəsilə gedirdi, onu sevirdi, ona hörmət eləyirdi. Təbliğat budur, əlbəttə ki, təbliğat elə budur da. Bir nəfəri tərifləmək, Lenini tərifləmək, Sovet ideologiyasını tərifləmək deməkdir. Onu sevdirmək, həmən ideologiyanı sevdirmək deməkdir. Ona görə deyirik ki, məsəl üçün bir şairin, hansısa bir şairin, bunun bu tərəfinə də baxırıq, o tərəfinə də baxırıq ki, bu adam şeir kimi gözəl şeirdir. Bir nöqsanı yoxdur, əladır, qəşəng deyib. Əqidə olaraq, əqidə mənim üçün batildir. Amma sənin üçün ola bilər batil olmasın. Sən deyirsən ki, Sovet ideologiyası ən gözəl ideologiyadır mənə görə məsəl üçün. Misal çəkirəm, ha. Kəsərlə bunu da paylaşar, sonra deyə bilərlər mən Sovet ideologiyasının tərəfini saxlayıram. Gərək biz oturaq o ilə əqidəvi söhbət eləyək ki, sənin üçün bu nədir? Elədir? Elədir. Və yaxud da ki, doğrudan da sənin üçün hələ bu əqidə, gözəl əqidədirsə, öz əqidəndən çıxış eləyirsən, şeir deyirsən. Mən sənə nə deyim? Biz şairin şeirindən danışaq ya əqidəsindən. Əqidəyə də gəlib çatanda bir məsələ deyim. Mümkündür ki, filan vaxt filan əqidədə olmusan, filan vaxt filan əqidədə olmusan.